Bütün müğənnilər toya onunla gedirlər. Hamımız pulumuzu qazanmaq istəyirik ki, Efrin o müğənnilərə ehtiyacı var idi. Müğənnilərin ehtiyacı yox idi ki, Efrə. Niyə bu qədər şirinsən? Halva yemişəm. Necə deyir, belə gözəl cavan qalırsınız. Çünki ürəyim gözəldir. Suallarınızı yağdırın görün. Burada pulla açmışam interneti. Bu telefonda interneti bu telefonu ötürmüşəm. Evdə Wi-Fi yoxdur. İndi kimsə kiraya götürəndə özü yüksək sürətliyə şey. Donuram ki. Bəlkə sizin evdə internet şeydir. Elə biz 80'ə qoymuşuq, 70'ə deyirəm verək, hə. Bir otaqdır, yəni belə deyim də, kuxna studiyada belə. Rusça bilirsiniz de, как же, конечно, знаю. Özdə чисто знаю. Özdə sözlə nə deyirlər Rusça? Yazın görüm. Smolenskdən salamlar. Şəbnəm ayın 5'ində Efrə gəlməliydi. Deyiblər gəlmə. Görsən, amma siyahı adı yoxdur. Mənim də bir Şəbnəmim var. Show biznesdən danışanda bir Şəbnəmim var. Yetim Şəbnəmi. Belə də deyirəm, kim ona çatır. Çünki onu çox istəyirəm. Mən kimdən danışıramsa onu çox istəyirəm. Bir də bir Mamedim var. Temboli. Görürsünüz, yaddaşım şeydir. Bilirdim əslində. Prosta beynimdə çox işlər var ona görə. Bir evdə paltar yuvanı tokda qoyub gəlmişəm. Yəni işlək qoyub gəlmişəm. Fikrimdə odur. Sonra çaynikin altını söndürmədim. Bax, beynimdə odur. Dodağıma niyə doluq etdim? Ay qız, nə bilim, yazırdınız ki, dodağın çox nazikdir. Necədir? Qəşəngdir dodağım. Yazın görüm, kişili qadınlı, kişilərin zövqünü lap bəyənirəm. Dodağım necədir? Çox eləməmişəm. Necədir? Da yaşa doluruq da. Vitamin B12. Məndə bütün vitaminlər hədsiz artıqdır. Gedib hər ildə bir dəfə vitaminlərimi çıxartdırıram. İşte dodağım balaca qalıb. Belə altdan baxanda baxın. Çox təbii. Görürsünüz, sizin müğənniniz təbiiliyi deməyə də bilərdim. O, mənim sizə hörmətsizliyim olardı da. Yəni, mən izləyicim niyə anladım ki? Yəni, mən bəziləri kimi yalan niyə danışım ki? Sonra da onun çoxdanıncı illərdəki videosundan şeyi qoysunlar. Mən o vaxtki videomu qoyarsınız dodağı. Mametdən qorxmursan. Yox, biz Tovuzlular, açığın deyim, biz Tovuzun xanımları. Biz evdə, nəinki evdə, elə ümumiyyətlə biz Tovuz xanımları deyir o. Sonra birdən Tovuzun arvadları yığar məni. Mən öz adıma deyirəm, yaxşı. Qorxmuram, yox. Çox sağ olun, 100 yer, sağ olun. Nə qəşəng yazmısınız, sağ olun, var olun. Çox sağ olun, öpürəm sizi. Kim oxşamışam? Mən atamın bir bacısı var idi. Bizdə deyirlər, qız mamaya oxşayar. Bibiyə mama deyirik biz. Mən ona oxşamışam xasiyyətdə. Amma simada mamam oxşamışam. Mən doğan mamam. Biz, deyim də, Tovuzun xanımları belə haqqımızı tələb eləyən oluruq. Sözümüzü deyən oluruq. Əlbəttə, həm də qoy deyim niyə. Biz Tovuzun xanımlar çox gözəl oluruq deyə bilirik ki, həyat yoldaşımız belə deyim ki, bu gözəlliyi hardan tapacaq da. Ona görə sözümüzlə razılaşır. Təzə şey icad eləmişəm. Yaxşı, mən az danışdırın, görüm. Nə yazıb o mətbəxin? Rəhman yazıb, üzünüzü qırxmışsınız. Ay Rəhman, üzünə lənət olsun. Şöyləsə, az keridir. Özümü tərifləmirəm. Tovuzun xanımlarından danışıram ki, çox gözəl olur. Hamısı alöz olur, alöz. Yəni, alöz nə deməkdir? Yazın görüm. Bizim tərəf burada varsa biləcək. Yazın görüm. Vallahi getdikcə olanı da itirirsən. Hə, olanı nətər itirirəmsə hər gün beh götürürəm. Hər gün. Dünən aprelin 30'una götürdüm. Bir gün də iyunun 3'ü üçün, 3 iyuna. Nə oldu bə beh gözləyirəm tez. Alagöz. Ay sağ ol, ay alagöz. Biz ona alöz deyirik. Bəli, bəli. Həqiqətən deyir, çox gözəlsin. Çox sağ olun. Bu şey təzə ikinci siyah çıxdı. Orada şeyin də adı var. Bunun. Bir də o birisini nətər təsəvvür edeyim. Bunu təsəvvür elədim. Ağzı əl göz çaş. Elə. O birisi var. Bir doğan nətər təsvir edeyim. Yox, onu təsəvvür eləmir. Onun altına yazın, mən təq eləyin hər yerdəki. Altda da yazın ki, ay sinif yoldaşlarım.
Sizi güldürürəm də. Nə olacaq? Ağzaya göz çaş deyəndə nə olacaq ki? Ola bilər mən də 65-ə çatanda ola bilər məndə də olar. Məsələn gözüm biraz belə olar. Tərəfim tutan da kimdir? Translar. Transları üstümə qaldırıb. Mən də çox qorxdum axı. Ayıbdır. Baş üstə yaxşı da visi qutardıq. Dayansın dayanım da, narim. Nətər deyir od qoyub. Bəs nə? Ay Allah, siz onu bilmirsiniz. Onun mən elədiyinin 1%-ni sən eləsə, bilirsən nə eləyərsən? Əlində yaba gedərsən evlərinə. Mən 60-da zadda, 60-da da yox, 55-də zadda sakitcə sizinlə sağollaşacağım. Bu səhifəmi gözəllik salonu səhifəsi eləyəcəm. Afət Fərman qızı fitness, Afət Fərman qızı spa center, Afət Fərman qızı beauty center, yəni belə də. Təranə çox gözəldir. Zalumun qızı vallahi and olsun, onun indi nəyinsə xətrinə demirəm. Mənim ondan asılı işim yox, onun məndən asılı işi yox. Çox gözəldir də. Təranənin gözünün qarası çox iridir. Allah elə yaradıb. Hamımızı qadağıya qoyur. Nə olacaq ki? Bax, mən sizə bir şey deyim. O vaxtı dünyasını dəyişmiş xalq artistlərimiz var. Allah rəhmət eləsin. Məhəmməd Bahar Bağırzadə, Baloğlan Əşrəfov, indi Ağadaş Ağayev, Allah canı sağlığı versin. Bir çox bizim dəyərli sənətkarlarımızı, Cavad Rəcəbov, bunları o vaxtı ifra bırax. TikTok'un rəhbəri ad verdi. Bunu niyə paylaşmırsınız? Fizi, bax bu cümləni paylaş da. Məni təbrik eləyin. Məni 300-ə yaxın müğənninin də daxil olmaqla efirə buraxmırlarsa, o cümlədən də məni zato yeganə müğənni mənəm ki, məni TikTok'un rəhbəri şəxsən tanıyır, şəxsən mənə ad verdi. Baxın, TikTok'u 2 ayda açıblar, hə? Məni 2 ayda tanıyırlar. Sonra Amerikadan mənə mavi tık verdilər Instagram'a, YouTube'umu təsdiqlədilər. Yəni şəxsən adlarını bilməsəm də düzdür. Onlar məni tanıyır, mən onları tanımasam da şəxsən onlar mənə qalışqan sizə niyə verməyiblər? Bax, burada indi mənim bu videomun altında mənə ağzına gələn kommentləri yazanlar. Gəlin əyər oturaq düz danışaq. Sizə niyə mavi tık verməyiblər? Öz aramızda. Deyə bilərsiniz 20 dollarımı verib Instagramda almışam. Zato mən 20 dolları vermirəm. Mənə pulsuz özləri xahiş edib veriblər. İndi bunu Kitay dilinə tərcümə edib TikTok'a göndərəcəklər. Mən bu yetimçə göy tıkımı da əlimdən alacaqlar. Eyb yoxdur, qoy deyim, ürəyim boşaldım. Həkim deyib ürəyinə nə gəldi deyir. Sizin niyə yoxdur mavi tıkınız? Deməli sizə verilməyib bu. Çünki sizi tanımır. Kimi tanıyır? Afət Fərman qızını. Əminə xanım deyir, düzdür. Sənin kimi deyir, abırsız insan görməmişəm. Nə olur, görməmsən, gör də. Gir mənim səhifəmə, gör. Halal xoşun olsun. Dodağım nə göydü? İğnə vurdurmuşam, dodağımca yekəltmişəm. İkisini buradan, birini buradan, birini oradan. Birini də çənəmə. Sizdə yaşıldır. Amerikada mən qlobala düşmüşəm. Məni efirə buraxmırsınız. Zato mən Amerikada qlobala düşmüşəm. Elə o qızın zibilinə düşdük. Biz o çıxdı efirdə o sözü dedi. Ay dostlar. Dedilər bu nə da? Bu efir niyə bugün? Ondan sonra biz onun zibilinə düşdük. Əvvəllər nə idim? Əvvələ daha çox idi təbii. Şey yoxdur, Mamedə qəbul. O mən də demirəm ki, sizə qəbulam yoxsa yox. Deyirəm, yəni ki, anlatmayayım da sizi. Sizə qarşı məndən hörmətsizlik olar. Dodağımı bir doğanın dodağı kimi azca böyütdüm. Onda lap çoxdur. Onda alt dodağı yer süpürür, üst dodağı göy. Məndə balacadır o. Yox, valla mən pul zad verməmişəm. Pulla gedin alın da, pulunuzu mən verəcəm. Gedin alın, görüm ala bilirsiniz. Gərək Afət Fərman qızı kimi mahnılar oxuyasınız. Yox canım, mənim vətənim burada, ərimin yanıdır. Gəlim orada ərsiz patoloqa baxım, nə qədər baxım. Xoşbəxt olmuram, mən mametsiz, bədbəxt oluram. Mamet harda mən? Mamet desə ki, gedək Ərəbistan səhrasında yaşayaq, yürüb gedəcəm. Mahsun Kırmızıgül mənim üçün oxuyub, Vətənim sənin yanın bir mahnısı var. Onu şəxsən mən deyərdim ki, bəlkə də mənim üçün oxuyub. Sonra mənim üçün deyərəm, götürüb deyərsiniz onu, mənə məhkəməyə verər.
Mənim təq eləyin hər yerdə yazın ki, ay sinif yoldaşlarım, xahiş edirəm. O təzə çıxan siyahının altında mən təq eləyin, xahişim budur sizdən. Bir xahiş də pulsuzdur bu xahişim. Məni hər yerdə təq eləyin, yazın ki, ay sinif yoldaşlarım. Məhkəməyə verər, hə, Mahsun mən məhkəməyə verər. Bayağının kralının hələ adı gəlməyib, bayağının kralı. Çənə nədir? Acı çənəmi belə eləmişəm də, pisdir. Qoymadım çox olsun. İndi şeydə gedəcəm. Korreksiyada. Dostlar, dodağım əyri çıxmayıb ki, üst dodağım. Görün, dişlərim belə eləyəndə əyri görünsə bilin ki, əyridir. Elə bil bu dişim çox görünür. Bu dişim az görünür. Qəşəkdir. Dişlərim təbii özümündür. Altdakında əyrilik var, dıqqıl bilinmir. O da təbiilik. Mən çox da belə şumal stanokdan çıxan kimi görünmək istəmirəm. Burnumda acca belə o şeylik var da, bu mənim izюминка deyir ruslar. Bunu mən sevirəm. Sonra dişimdə acca elə bilinir ki, özümündə. Yoxsa belə şeyə oxşayan, nə deyirlər ona? Elə bil ki, o vaxtı biz düzəldirdik. Qırdan düzəldirdik, qara rəng uşaq vaxtı. Kəndlərdə yaşayanlar biləcək nə edirəm. Amma qara rəngi idi. Qəşənginiz olsun. Yox, effekti niyə qoyuram ki, effekti mən effektsiz də gözələmiyəm. Ona bircə nəfər mənə təhqir yazdı. Ay Allah, mən yeməyim, iştahım. Mən niyə moderatorluq vermirəm? İştahımı küstürən kommentlər görəndə yemək yeyə bilmirəm. Bu aralar onunla arıqladım. 2 nəfər belə hərdən keyfimi pozur. Ay da, təzəsini tapmışam. Ağzı əri göz çaşın təzə adını sizə deyirəm. Ağzı əri göz çaşqı görüm. Ay Allah, haradadır? Quranan da olsun. Girin bu şeyi tapın. Ay Allah. Sildim, ay Allah, mən onu. Xaricad idi, özü də qabağa gedib. Biraz İngilizcə yazırdı adları. Ayda, silmişəm Quran haqqı. Çünki mənə əhəmiyyətsizdir də, ona görə. Azərbaycan xalqının dəyərli sənətkarı yazıb, Əflaki 999. Bu da ağzər göz çaşdı, niyə? Təzə özünə ad qoyub, Əflaki 9. Əflatunla dostu, yadında Əflatunun adı qalıb, Əflaki 999. Bunun profil adlarını saxta yazmaqda şuuraltı qalan adlardan istifadə edir, açır fake profilləri. Ağzəyərinin gününə düşdüm. Bir arvad o gün nə yazıbsa, deyir, mən blokdan aç. Deyirəm, yəqin, ağzı əyri kimə deyirsin. Yeni siyaha çıxdı. Ay Allah, küyə olandan olacaq. Ey Allah, yeni siyaha, köhnə siyaha. Dəq üzr istəyirəm studiyada. Ağsaqqal zəng edir. Bəli, Ağsaqqal. Gəlməyiblər. 3-cü blok 7-ci mərtəbə. 187. Aha. 30.000 düşün, hə? Olsun da, nə olsun. 30.000 rubl olar. Onun 30.000 yoxdur. 30.000 olsa şok proqramda gedib 200 manata oxumaz. Onu da gətirib 100 manatını transa verib məni söydürür. Saçma daraq, hə? Bilirsiniz necədir? Gözəlliyimə arxayınam, ona görə çox şırğalanmıram. Gözəl xanımlar mənim başa düşər. Allah belə yaradı. Mən hər yerdə, xahiş edin, məni hər yerdə təq eləyin, o siyahının altda yazın ki, Afət xanım, ay sinif yoldaşlarım. Çox sağ olun, çox sağ olun. Maçello təranə demiş, çox sağ olun. Çolkamı uzatsam. Təranə xanım baha qiymətə gedir. Yazmışsınız ki, Padruqan Təranə xanım. Təranə xanım çox bahalı yerlərə gedir. Çünki özdə onlar 2 nəfərdilər deyə. Onlar, mən bilirəm də onlar nə qədər pul alırlar. Həm də Təranə xanım o proqrama gedən lağ eləməyib ki. Amma o Ərqılça həmişə lağ eləyirdi, gəldilər. Cəddinizi çağırın, gələnlər evi götürsün. Xahiş edirəm.